x kvadratı üstəgəl y kvadratı bərabərdir r kvadratı şəklindədir. Bu nə zaman verilir? Mərkəz koordinat başlanğıcındadır və radius r olarsa. Əgər mərkəz hər hansı bir A, B nöqtəsində olarsa, bu zaman çevrənin tənliyi olur x çıxılsın A-nın kvadratı, üstə gəlsin y çıxılsın B kvadratı bərabərdir r kvadratı şəklində. Bizə verilən tənliyi yazıram. X kvadratı çıxılsın 6x üstəgəl nöqtələr, üstə gəlsin y kvadratı, üstə gəl 8y, üstə gəl nöqtələr, çıxılsın 11, bərabərdir 0. Bərabərdir 0. Niyə görə bu şəkildə yazdım? Burada kvadrat tənlikləri alınmalıdır. Çünki burada gördüyümüz kimi fərqin kvadratları var. Buna görə ayırıram. X kvadratı çıx 6x üstə gəlsin hər hansı bir ədəd, y kvadratı üstə gəl 8y üstə gəl hər hansı bir ədəd və çıxılsın 11. İndi fikirləşək ki, kvadrat burada müxtəsər vurma düsturu olması üçün 2-ni ayırıram. Yəni olmalıdır burada mənfi 2 vurulsun 3x. Digərində isə müsbət 2 vurulsun 4y olmalıdır. Deməli, ikinci həddimiz burada 3-dür, digərində isə 4-dür. Demək, müxtəsər vurma düsturuna görə 2-ni ayırdım. 2 müxtəsər vurma düsturunun ikisidir. Burada olan 3-ün kvadratı lazımdır mənə. Onun yerinə yazacağım 9. 3-ün kvadratı 9-dur. 4-ün kvadratının yerinə 16 yazıram. Artıq əlavə elədiklərim nə oldu? Müsbət 9 və müsbət 16. Cəmi bizə nə verir? 25. Həmin 25 burada artıq olduğuna görə onu yazıram burada çıxılsın 25. Yəni əlavə etdiklərimi çıxıram. Mənfi 11 yerində qaldı. İndi bunu müxtəsər vurma düsturu kimi bağlasam, olacaq x çıxılsın 3-ün kvadratı, üstə gəlinsin, y üstə gəlinsin 4-ün kvadratı, çıxılsın mənfi 25 ilə mənfi 11 toplayanda olur mənfi 36, bərabərdir 0. İndi gördüyümüz kimi 36-nı keçirsəm sağ tərəfə olacaq x çıxılsın 3-ün kvadratı, üstə gəl y üstə gəlinsin 4-ün kvadratı bərabərdir 36. 36 nəyin kvadratıdır? 6-nın. Deməli, r 6-ya bərabərdir. Nöqtələrimiz isə olacaq 3 və mənfi 4. Niyə görə mənfi 4? Çünki burada müsbətdir, burada mənfidir. Mənfini əks işarə ilə götürürəm, müsbət olur. Müsbətdə